Orxan, Ay canım. ala bu pulu. Birazdan bacım oğlu gələcək. Verərsən ona. Amma dəqiqləşdir gör, həqiqətən bacım oğludur yoxsa. Eşitdin mi? Çox, baş üstə mən, narahat olma. Selamünaleyküm qardaş. Əleyhissalam. Qardaş, mən müdürün bacısı oğluyam. Dedi ki, dükana pul qoymuşam, gəlib götürərsən. Hə, bacısı olursan, gəl bura, gəl bura. Deməli sən deyirsən ki, bizim müdürün bacısı oğlusan. Bizim müdürün adı nədir? Kəbir. Familiyası nədir? Kəbir. Əgər sən həqiqətən də bizim müdürün bacı oğlususansa, sən bütün bunları bilməlisən. Müdürün neçə bacısı var, neçə qardaşı var, neçə xalası var, neçə dayısı var, neçə əmsi var və bunların hamısının adları nədir və ən əsası müdür səhər evdən çıxanda nə yeyib? Ay qardaş, mən bunların hamısına cavab verim. Kəs səsi, mən nə deyirəm, sən onların hamısına cavab ver, mən dəqiqləşdirməliyəm. Sən doğrudan da müdürün bacısı oğlusan, yox. Ana, qaç burada. Ay dayı, gəl çıx da bayaqdan başımı oynatır. Qaçsan Orxan. Ay müəllim, dəqiqləşdirəm, görüm doğrudan da bacı oğludur, yoxsa o boyda pul verirəm. Mən hər önümə gələnə verə bilmərəm ha pulu. Yo, mən sənə dedim dəqiqləşdir dedim. Demədik sorğu edəcək. Halal qazancı yatırım eləyirsən Orxan.